Deməli, Şabaniyyə münacatı mərhum Seyd ibn Tavus İqbal kitabında qeyd edib ki, bu münacatı Əmir əl-Möminin Əli əleyhissalam və övladları Şaban ayında oxuyardılar. Buradan belə başa düşülür ki, bu münacat böyük əhəmiyyətə malik olduğundan bütün imamlar onu oxuyublar. Bu münacatın mənası da onun böyük əhəmiyyətinə şahidlik edir. Belə ki, İslam irfanı yüksək səviyyədə bu münacatda öz əksini tapıb. Əgər insan onun ali məzmununu qəlbində yaşada bilsə, Allaha tərəf seyr-i süluk məqamlarını qət etmiş olar. Allahdan diləyirik ki, bizim hamımızı bu münacatın əhlindən etsin, mənim əzizlərim. Bu münacatı ki, Həzrət Əli əleyhissalama nisbət verilib, Yeni Məfatih kitabında tapa bilərsiniz. Mən təbərrük məqsədi ilə sadəcə heç bir şərh etmədən sadəcə oxumaq istəyirəm ki, yəni həm Şaban ayında feyz əldə edək. Münacatın məzmunən mənası bu cürdür. Ey Allahım, Muhammədə və Ali Muhammədə salam göndər. Sənə dua etdiyim, yəni səni çağırdığım zaman duamı, diləyimi qəbul et. Səni çağırdığım zaman səsimi eşit. Səninlə nəcva etdiyim, yəni gizli danışdığım zaman mənə diqqət et. Sənə fərar etmiş, yəni qaçmış sənə tərəf, təvazökarlıqla qarşında dayanmış, dərgahında nalə edirəm və sənin dərgahında olan mükafata ümid bəsləyirəm. Sən mənim qəlbimdə olanları bilirsən, hacətimdən xəbərdarsan və daxilimdən agahsan. Dönəcəyim və qalacağım yer, dilə gətirib demək istədiklərim və aqibətim üçün ümid bəslədiklərim sənə gizli deyil. Ey sərvərim, ömrümün axırınədək aşkar və gizlin olaraq mənim üçün baş verəcək müqəddəratın həyata keçməkdədir. Ruzimin azalıb çoxalması, xeyir və ziyanım yalnız sənin əlindədir, başqasının əlində deyil. İlahi, əgər sən məni məhrum etsən, kim mənə ruzi verər? Və əgər sən məndən üz döndərsən, kim mənə kömək edər? İlahi, sənin qəzəbindən və əzabının nazil olmasından sənə pənah aparıram. İlahi, əgər mən sənin rəhmətinə layiq deyiləmsə, lakin sən fəzlinin genişliyinə görə mənə bəxş etməyə layiqsən. İlahi, sanki mən sənin qarşında dayanmışam və sənə olan gözəl təvəkkülüm mənim üzərimə kölgə salıb. Bu vaxt sən layiq olduğunu dedin və məni əffinə bürüdün. İlahi, əgər sən bağışlasan, elə isə kimdir bağışlamağa səndən daha layiqlisi? Əgər ölümüm yaxınlaşsa və əməllərim məni sənə yaxınlaşdırmasa, o zaman günahı iqrar etməyi sənə yaxınlaşmaq üçün vasitə edərəm. İlahi, nəfsimə əhəmiyyət verməklə özümə zülm etdim. Elə isə vay olsun mənim nəfsimə, əgər onu bağışlamasan. İlahi, ömrüm boyu sənin ehsanın mənim barəmdə davam etməkdədir. Elə isə ölüm vaxtı ehsanını məndən kəsmə. İlahi, ölümdən sonra sənin ehsanına necə xoş güman olmayım? Halbuki ömrüm boyu mənə gözəl hami, yəni himayədar oldun. İlahi, özünə layiq olan tərzdə mənim işlərimə himayədar ol. Öz fəzlinlə cəhalətə uyan günahkara nəzər sal. İlahi, dünyada üstünü örtdüyün günahlarımın axirətdə sənin tərəfindən örtülməsinə mənim daha çox ehtiyacım var. İlahi, layiqli bəndələrinin qarşısında mənim günahlarımı örtməklə mənə yaxşılıq etdin. Elə isə qiyamətdə insanların qarşısında məni rüsvay etmə. İlahi, sənin bəxşişin mənim arzularımı genişləndirmişdir. Sənin əffin mənim əməlimdən üstündür. İlahi, bəndələrinin arasında hökm verəcəyin gündə məni səninlə görüş ilə sevindir. İlahi, mənim sənin qarşında olan üzrxahlığım üzrünün qəbul edilməsindən ehtiyacsız olmayan
şəxsin üzrxahlığı kimidir. Elə isə mənim üzrümü qəbul et. Ey ən kərim kəs ki, günahkarlar onun qarşısında üzrxahlıq edirlər. İlahi, diləyimi cavabsız geri qaytarma. İstəyimdə məni naümid etmə. Ümid və arzumu özündən kəsmə. İlahi, əgər mənim xar olmağımı istəsəydin, məni hidayət etməzdin. Əgər mənim rüsvay olmağımı istəsəydin, məni əff etməzdin. İlahi, sənin barəndə bunu zənn etmirəm ki, ömrüm boyu səndən bir dilək diləyim və sən də məni naümid geri qaytarasan. İlahi, əbədi və daimi həmd sənə, sənə məxsusdur. Elə bir həmd sənə ki, daim artır və əsla azalmır. Sən onu sevir və razısan. İlahi, əgər cinayətimə görə məni cəzalandırsan, sənin əffindən yapışaram. Əgər günahıma görə məni cəzalandırsan, sənin məğfirətindən yapışaram. Əgər məni oda daxil etsən, od əhlinə sənə sevdiyimi bildirərəm. Həzrət Əliyə nisbət verilən deyən sözə baxın. Deyir ki, İlahi, deyir, əgər məni oda daxil etsən, salsan, od əhlinə səni sevdiyimi bildirərəm. İlahi, baxmayaraq ki, mənim əməlim sənə itaət müqabilində kiçikdir, lakin arzum sənin kərəminə ümid müqabilində böyüdür. İlahi, sənin dərgahından necə məhrum geri qayda bilərəm, halbuki sənin bəxşişinə xoş güman bəsləyirəm. Belə ki, məni rəhmətinə qovuşdurarsan və nicat əhlindən edəsən. İlahi, ömrümü səndən qafil olaraq keçirdim və cavanlığımı səndən uzaqlıq məstliyi içində fani etdim. İlahi, sənin kərəminə arxayın olub, sənin qəzəbin yolunda hərəkət etdiyim günlərdə, yəni qəflət yuxusundan oyanmadım. İlahi, mən sənin bəndənəm. Bir dəqiqə. Və sənin bəndənin övladıyam. Sənin qarşında davranmış və kərəmin vasitəsilə sənə təvəssül edirəm. İlahi, mən o bəndəyəm ki, sənin qarşında həyasının azlığına görə, yəni günah işlədiyi üçün özünü sənə tərəf atmışdır. Və mən səndən əfv diləyirəm, çünki əfv sənin kərəminin zinətidir. İlahi, əgər sən öz məhəbbətinlə məni oyatmasan, sənə itaətsizlikdən geri dönməyə mənim bir qüvvəm yoxdur. Məhəbbətinlə məni oyatmasan, biri var cəza ilə oyadasan, biri var məhəbbətlə oyadasan. Çox gözəl bu da sözdür. Mən sənin istədiyin kimi oldum. Elə isə sənə şükür edirəm ki, məni öz kərəminə qovuşdurdun və qəflət çirkinliyindən pak etdin. İlahi, mənə o kəsə nəzər qıldığın kimi nəzər qıl ki, sən o kəsi çağırmısan və o sənin çağırışına cavab verib. Sən onu köməyə çağırmısan və o sənə itaət edib. Ey ona arxayın olan kəsdən uzaq olmayan yaxın və ey ehsanına ümid bəsləyənə paxıllıq etməyən səxavət. İlahi, mənə elə bir qəlb bəxş et ki, onda olan şövq məni sənə yaxınlaşdırsın. Mənə elə bir dil bəxş et ki, onun doğru danışmağı məni sənə tərəf yüksətsin. Mənə elə bir nəzər bəxş et ki, onun haqqı məni sənə yaxın etsin. İlahi, sənin vasitənlə tanınan tanınmaz qalmaz. İlahi, sənin vasitənlə tanınan tanınmaz qalmaz. Sənə sığınan xar olmaz və hər kimə sən üz tutsan, o kəs qul olmaz. İlahi, sənin yolunu tutub gedənin yolu aydındır və sənə təvəssül edən pənah tapmışdır. İlahi, sənə pənah gətirmişəm, elə isə sənin rəhmətinə olan gümanımı namid etmə. Məni öz mehribanlığından uzaq etmə. İlahi, səni sevənlər arasında o kəslərin məqamını mənə əta et ki, sənin daha böyük məhəbbətinə ümid bəsləyirlər. İlahi, sənin zikrinə vurğunluğu daim mənə ilham et.
himmətimi sənin adlarına və müqəddəslik məkanına nail olmaq sevinci üçün qərarlaşdır. İlahi, özünə xatir məni sənə itaət edənlərin və sənin razılığını qazanmış layiq bəndələrin məqamına qovuşdur. Çünki mən şəri özümdən uzaqlaşdırmağa və mərifəti özümə cəlb etməyə qadir deyiləm. İlahi, mən sənin zəif və günahkar bəndənəm. Sənin qulun və tövbəkarınam. Elə isə məni o kəslərdən etmə ki, onlardan üz döndərmisən və günahları, onları sənin əffindən uzaq edibdir. İlahi, insanlardan tam əl üzüb, sənə üz tutmağı mənə bəxş et. Qəlbimizin gözünü sənə nəzər salmaq nuru ilə aydın et. Beləliklə, qəlbimizin gözü nura mane olan pərdələri yırtsın və əzəmət xəzinəsinə çatsın. Ruhlarımız sənin müqəddəsliyinin əzəmətinə qovuşsun. İlahi, məni o kəslərdən et ki, onları çağırmısan və onlara cavab vermisən. Onlara nəzər qılmısan və sənin cəlalətinə heyrətləniblər. Sonra onlarla gizlin danışmısan və onlar aşkarda əməl ediblər. Ey Allahım, ümidsizliyimi xoş gümanıma müsəllət etməmişəm. Ümidimi sənin gözəl kərəmindən üzməmişəm. İlahi, əgər səhvlərim məni sənin gözündən salıbsa, onda sənə olan gözəl təvəkkülümə xatir məni bağışla. İlahi, əgər günahlarım məni sənin böyük lütfündən uzaq edibsə, lakin mənim yəqinliyim məni sənin mehribanlığının böyüklüyünə agah edibdir. İlahi, əgər qəflət məni sənin görüşünə hazırlaşmaqdan qafil edibsə, lakin sənin böyük nemətlərinə olan agahlığım məni oyatmışdır. İlahi, əgər sənin böyük cəzan məni oda tərəf səsləyirsə, lakin sənin böyük mükafatın məni cənnətə tərəf səsləyir. İlahi, səndən istəyirəm, sənin qarşında nalə eləyirəm və sənə rəğbətliyəm. Səndən istəyirəm ki, Mühəmmədə və Ali Mühəmmədə salam göndərəsən və məni o kəslərdən edəsən ki, daim səni yad edirlər. Sənin əhd peymanını sındırmırlar, sənə şükr etməkdən qafil olmurlar və sənin əmrlərini yüngül tutmurlar. İlahi, məni öz izzətinin nuruna qovuşdur ki, səni tanıyım, səndən qeyrisindən uzaqlaşım, səndən qorxum və sənin əmrinə tabi olum. Ey cəlalət və ikram sahibi, Allahın çoxlu salamı onun elçisi Mühəmmədə və onun pak xanədanına olsun. Bu münacat İmam məsumların əleyhissalam ali məzmuna malik dəyərli münacatlarından biridir. Və hər bir vaxt insan bu münacatın mənası üzərində düşünərək huzur qəlbi ilə oxuyarsa faydalanar. Vəssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.